Cəlilabad rayon sakini itkin düşüb. Hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Əlişah Hüseynağı Mirzəyev ötən gün heç kimə xəbər vermədən evi tərk edib və bir daha geri qayıtmayıb. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Qeyd edək ki, Əlişah Mirzəyev bir neçə ay öncə hərbi xidmətdən təxris olunmuşdu. Bugün Gəncə şəhərində yeniyetmə oğlanın meyti tapılıb. Hadisə şəhərin Mahrasa Bağlala adlanan ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meytini qardaşı avtomobil təmiri sexində aşkar edib. Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil. Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.